Adam götürən kimi gəlsən 10 dəqiqədən sonra sənə şad xəbər gəlir ki, 40 manat 2 bal. El arasında manatlıq taksilər kimi tanınan maşınlar şəhərin hər yerində gözə dəyər. İstidə, yağışda, tıxacda fərq eləmir. Onlar daim yollardadır. Bəs sürücülər aylıq cərimələrə nə qədər pul ödəyirlər? Gəlin onların özündən soruşaq. Bir dənə adama görə. Götürdüyüm 1 manatdır, üstünə də 39 manat qoyub ödəməliyəm onu. İndi bu hansı haqdan danışır? Necə götürür, necə dolanır? Aylıq nə qədər pul ödəyirsiniz cərimələr ümumilikdə? Məsələn, keçən ay nə qədər pul ödədiniz? Keçən ayın 10 gün içində deməli 390 manat ödədim. Hələ 270 manatı da qalmışdı. Keçən ay nə qədər cərimə pul ödədiniz? Mən özüm keçən ay 280 manat cərimə pul ödəmişəm. Hələ bir 8 balda para var. Yəni bizim qazandığımızla o cərimələr heç vaxt düzgün tənasib gəlmir də. Yəni yaman çox gözəl. Bəs bu qədər sıx cərimələrin sürücülərin psixoloji və iqtisadi durumuna təsiri necə ola bilər? Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyevə sual ünvanladıq. O bildirib ki, bu qədər sıx cərimələrin sürücülərdə stres yaratması təbiidir. Həmən aqreqator şirkətlər, operator şirkətlər bu sifarişi mümkünsüz etməlidir. Yəni ki, əgər zolaq olan ərazidən vətəndaş sifariş edirsə, o ərazidən sifarişi qəbul etmir və yönləndirir ona yanaşı küçələrə, hansında ki, bu imkan var mindirib düşürtməyə.